Değerli müştərilər, Masazır qəsəbəsində sizlərə evində torpağında sənəddə olan 4 otaqlı belə bir gözəl həyət evimizi göstərəcəm. Həyət evimizin kupçası var, evində torpağın sənədi var. Qiymət 98 min manatdır. Evdə yaşayış var. Qoşa daşına tikilib sona qədər. Mərtəbə arası monolit betondur. Həyətini göstərəm sizlərə tam şəkildə. Videonun sonuna qədər izləməyə tövsiyə edərdim. Qiyməti bir daha vurğulayım. 98 min manatdır. Nağd satılır, kupçalı bir evdir. Və həyətinə də 2 maşın ağacı yerdə keçir. Evin üz görünüşünü bu hissədən göstərim sizlərə. Kombisi buradadır, qutunun içində hazır vəziyyətdə. Ehtiyac su çəni var, su daimidir burada. Tam daşların üzvləri bir yerdən kürsülü 2 mərtəbə 4 otaq evdir. Qiymət 98 min manat və keçə evin içində şəraiti göstərim. İçərisinə daxil olmuşuq. Ümumi ikinci mərtəbə qalxan pilləkənin döşəməsi mərmərdir. Yəni pilləkənin üzəri mərmərdir. Döşəmə qranitdir. Altı isti döşəmədir. Giriş qapısı, interneti. Videonun əvvəlində vurğuladım. 4 otaq. Mətbəx mebeli qalacaq, kombisi qalacaq. Mətbəxi genişdir, işıqlıdır. Mətbəxdə çıxacaq paltaryandır, peçlərdir və bunlar çıxacaq. Qalan şeylər qalacaq. Belə bir yeni mətbəxdir, yeni evdir. Az bir vaxt yaşayış var. Sadəcə binadan ev almaq lazımdır, ona görə də satışa qoyulub. Mətbəxdə də döşəmə istidir. Mətbəxlə üzbəüz bizdə qonaq otağıdır. Qonaq otağı böyük bir pəncərə iləndir. Hamısını tam şəkildə göstərəcəm sizlərə. Lazım olsa ev əşyalı da satıla bilər. Sadəcə çılçıraq qoyulmayıb deyə qonaq otağı biraz qaranlıq görsənir, amma böyük pəncərə ilə işıq düşür. İç qapılar beyaz qapılardır. Birinci mərtəbədə sonuncu göstərəcəyim yer hamam otağı olacaq. Qiymət 98 min manat. Masazır qəsəbəsində Yeni Bakı yaşayış kompleksinə yaxındır. Yeni İpək yoluna yaxındır. Və ən əsas odur, kupçalı evdir. İkinci mərtəbə qalxmışıq. Yuxarıda bizdə 3 ədəd yataq otağı var. Belə bir yataq otağıdır. Mebellə götürüləcək. Lazım olsa pul əsasında saxlamaq mümkün mebelləri. Burada ikinci yataq otağıdır. Pilləkəndir. Burada bizdə hamam otağıdır. 98 minə deyilir. 98 min manata. Endirim də ki olacaq evə baxdıqdan sonra. Hamam otağı tam təmirdir. Bu da sonuncu yataq otağıdır. Belə böyük yataq otağıdır. Yataq mebeli də var. Lazım olsa bir daha vurgulayım. Pul müqabilində saxlamaq mümkün. Bu da açıq eyvanıdır. Sonra qədər izlədiyiniz üçün təşəkkür edirəm.